Kvadratın və düzbucağın sahəsi. Birinci. Tərəfləri 18 sm və 8 sm olan düzbucaqlı ilə sahəsi eyni olan kvadratın tərəfini tapın. Əvvəlcə düzbucağının sahəsini tapaq. Buna S1 deyək. Düzbucağın sahəsi bərabərdir tərəflərin hasili. 18'i vururuq 8'e, eləyir 144. Sonra kvadratın sayısını tapaq. Kvadratın sayısı tərəfinin kvadratına bərabərdir. Bərabərdir 144. Onda A bərabərdir. Kvadratı 144 olan ədəd 12'dir. Cavab B bəndi. İkinci. Tərəfləri 18 və 9 olan düzbucaqlı ilə sahəsi eyni olan kvadratın tərəfini tapın. Düzbucağının sayısını tapaq. S1 yazıram. 18 vur 9. Bu deyilir 72, 162. Kvadratın da sahəsi tərəfinin kvadratıdır. Bərabərdir 162. Buradan A'nı tapanda olur kök altda 162. 162'ni 81 vur 2 yazsıq. 81'den 9 çıxar, kök altda 2 qalar. Y bəndi. Üçüncü. Düzbucağının diagonalı 20 olub oturacağı 30 dərəcəli bucağı əmələ gətirir. Düzbucağın sayısını tapın. Düzbucağının diagonalı 20 olub oturacağı 30 dərəcəli bucağı əmələ gətirir. Diagonal 20'dir. 30'un qarşısındakı katet petusun yarısıdır, 10 olar. Digər katet 10 kök altda 3 olar. Düzbucaqlı üçbucaqda belədir. 30'un qarşısındakı kateti kök altda 3'ə vuranda digər katet alınır. Deməli, düzbucağın sayısı tərəflərin hasili olduğuna görə onu 10 kök altda 3'ə vuracaq, 100 kök altda 3 eləyəcək. 100 kök altda 3 B bəndi. Dördüncü. Radiusu kök altda 2 olan çevrə daxilinə çəkilmiş kvadratın sayısını tapın. Deməli, böyük yeri verib kök altda 2'dir. Böyük yeri kök altda 2'dir. Deməli, cürbəcür eləyə bilərik də bunu. Bu çevrədir. Daxilinə kvadrat çəkilib. Radius kök altda 2 ise onda kvadratın diagonalı olur 2'yer. Yani 2 kök altda 2. Ve kvadratın sahə cüsuru diagonalın kvadratı bölü 2'dir. 2 kök altda 2'ni kvadrata qaldıranda 8, 8'i 2'ye böləndə 4. Belə də yazmaq olar, başqa cür də yazmaq olardı. 4. C bəndi. Beşinci. Radiusu 4 kök altda 2 olan çevrə daxilində çəkmiş kvadratın sayısını tapın. Radius 4 kök altda 2 ise kvadratın tərəfinin düsturu belədir ki, A bərabərdir R kök altda 2. 4 kök altda 2'ni kök altda 2'ye vuranda eləyir 16. Və kvadratın sayısı tərəfinin kvadratı. 16'nın kvadratı 256. Bunu belə yazmaq olardı. 256. Radiusu 4 kök altda 2 olan çevrə daxilinə çəkmiş kvadratın sayısı. Çevrə daxilində. Deməli 4 kök altda 2 çevrə daxil. 4 kök altda 2 tərəf eləyir R kök altda 2. 4 kök altda kök altda 2'ye vuranda 8 eləyir bu 16 ilə 1. 8. 8'in de kvadratı 64. D bəndi. 6.
Şəkildə verilmiş hər növbəti kvadratın tərəfi digər tərəfin uzunluğunun yarısına bərabərdir. Bütün kvadratların sahələri cəmi 84 olarsa, perimetrləri cəmini tapın. Üçüncü kvadratın tərəfini x götürsük, sahəsi x kvadrat olar. İkinci kvadratın tərəfi 2x olar, sahəsi 2x kvadrat. Üçüncü kvadratın tərəfi 4x olar, sahəsi 4x-in kvadratı. Hamısı 84-dür. X kvadrat üstə gəl 4x kvadrat üstə gəl 16x kvadrat bərabərdir 81. 21x kvadrat bərabərdir 81. X kvadrat bərabərdir 4. Deməli, onda burada ne deyir ki, x bərabərdir 2. Perimetrlərin cəmi soruşur. Deməli, birinci kvadratın tərəfi oldu. Birinci kvadratın tərəfi oldu 2. Onda birinci kvadratın perimetri olur 4 vur 2. 8. İkinci kvadratın tərəfi birinci kvadratın tərəfindən 2 dəfə çoxdur. Daha doğrusu üçüncü kvadratın tərəfi 2 oldu. Perimetri oldu 8. İkinci kvadratın tərəfi 4'dür. 4'ü də vuracaq 4'ə, olacaq 16. Birinci kvadratın, bu üçüncü kvadrat idi. Birinci kvadratın tərəfi 8 olar. 2 dəfə 2 dəfə artır da. 2, 4, 8. 8'i də 4'ə vuracaq. 32. Perimetrlərin cəmi deməli 8, 16, 32. 56. D bəndi. 7. Perimetri 2m, sahəsi 16,3m kvadratına bərabər olan düzbucağın diaqonalları arasındakı bucağı tapın. Düzbucağın diaqonalları arasındakı bucağa D düşük. Bütün düzbucağın sayısının belə bir üstür var. 2'də 1 D kvadrat sinüs alfa. Alfa diaqonallar arasında qalan bucaqdır. Perimetri 2m verib, sahəyə verib belə. Düzbucağın perimetri 2m'dirsə, diaqonallar arasındakı deməli bucağı soruşur bizdə. Perimetr 2 vurulsun A plus B'dir. Perimetri verib 2m. Deməli A plus B bərabər olur m-ə. Bu bərabərlik kvadrata qaldırsıq hər tərəfin. A kvadrat plus B kvadrat plus 2AB bərabərdir m kvadrat. A kvadrat plus B kvadrat D kvadrat eləyir. 2AB də onun sahəsi eləyir. AB. Sahə də verib 16'da 3 m kvadratdır. 16'da 3 m kvadrat. Bərabərdir m kvadrat. Buradan D kvadratı tapsıq. Deməli m kvadrat çıx 16 ilə 2 ixtisar gedir 8. 8'ə 3 m kvadrat. Bu deyilir 8'ə 5 m kvadrat. D kvadrat oldu belə. Aparıb yuxarıda s bərabərdir 2'də 1 D kvadrat sinüs alfa üstündə yerinə yazsıq. 8'ə 5 m kvadrat. 8'ə 5 m kvadrat sinüs alfa. Bərabərdir sahəyə, yəni 16'da 3 m kvadratına. M kvadratlar getdi, 16'lar getdi. Sinüs alfa oldu 5'də 3. Sinüs alfa 5'də 3'dürsə, onda alfa bərabər olar arcsinüs 5'də 3'ə. Sinusun tərsinə arcsinüs deyirlər. Cavab A bəndi. 8. İki təpəsi tərəfi 3 olan kvadratın diaqonalı üzərində İki təpəsi tərəfi 3 olan kvadratın diaqonalı üzərində o biri təpələri həmin kvadratın tərəfi üzərində yerləşən kvadratın sayısını tapın.
Deməli ABCD kvadratdır. MN PY də kvadratdır. Kvadratın tərəfini verib 3'dür. Onda kvadratın diagonalı olacaq A kök altda 2. Yəni 3 kök altda 2'dir kvadratın diagonalı. Kvadratın sayısını soruşur bizdən. Deməli bu kiçik kvadratın tərəfinə x-i deməli kvadratın diagonal tərəfinə 45 dərəcəli bucağı əmələ etdiyinə görə şəkildəki YA bucağı 45'dir. 45 ise onda bu AM tərəfi də x-i, CN tərəfi də yeni qayda ilə x-i. Onda kvadratın AC diagonalı 3x, digər tərəfdən 3 kök altda 2. Onda kiçik kvadratın tərəfi kök altda 2 oldu. Onda kiçik kvadratın da sahəsi bərabər olacaq kök altda 2'nin kvadratı, yəni 2. Y bəndi. 9. İki təpəsi tərəfi 6 olan kvadratın diagonalı üzərində o biri təpələr səmin qalan tərəflər üzərində yerləşir kvadratın sayısını tapır. Eyni məsələdir. Burada deməli A-nı verib 6, A-nı verib 6. D-ni tapırıq 6 kök altda 2. Həmin qayda ilə 3x bərabərdir 6 kök altda 2. X bərabərdir 2 kök altda 2. Onda sahə də bərabər olacaq 2 kök altda 2'nin kvadratı. Bu da eləyəcək 8. B bəndi. 10. Perimetri 8, yəni 2 vurulsun A plus B. Düzbucağın perimetri. AB düzbucağın tərəfləridir 8. Diagonalı kök altda 10 olan. Diagonal da A kvadrat plus B kvadrat D kvadrat olduğundan A kvadrat plus D kvadrat olur 10. Birinci bərabərliyin hər tərəfini 2'yə bölsün. A plus B bərabərdir 4. İkincidə A kvadrat plus B kvadratı yerinə yazsın. A plus B'nin kvadratı çıxmaq 2AB bərabərdir 10. A plus B'nin yerinə 4 yazaq. Çıxmaq 2AB bərabərdir 10. Buradan 2AB bərabərdir 6. AB bərabərdir 3. AB də hələ düzbucağın sahəsi də 3 oldu. 11. Perimetri 12, yəni 2 vur A plus B 12. Diagonalı. Düzbucaqda diagonalın kvadratı tərəflərin kvadratları cəm olduğuna görə bu deyilir 2 kök altda 5'in kvadratı. Diagonalı 2 kök altda 5. Düzbucağın sayısını tapın. Yenə həmin qayda ilə A plus B eləyir 6. İkinciden alınır ki A plus B'nin kvadratı çıxmaq 2AB bərabərdir 20. A plus B'nin yerinə 6 qoysun. 6'nın kvadratı çıxmaq 2AB bərabərdir 20. Buradan 2AB bərabərdir 16. AB bərabərdir 8. AB də düzbucağın sahəsi olur 8. 12. DY bərabərdir 3, AD bərabərdir 4. BK perpendicular ABD düzbucağın sayısını tapın. ABCD. ABCD düzbucağın sayısını tapmasın ikinci tərəf lazımdır burada. İkinci tərəf lazımdır. Bir tərəfi verib 4. Deməli bu AB hələ bir tapdıq Pifaqor teoremi. Nömrə 12. DY 3, AD 4, BK perpendikular dayə, BK 2CY, CY XY, BK 2X olar. ABCD düzbucağının sayısını tapın. Əvvəlcə Pifaqor teoreminə görə üçbucaq ADY-dən, üçbucaq ADY-dən AY-ni tapaq.
4'ün kvadratı 3 + 3'ün kvadratı 5 elədi. A'yı oldu 5. Sonra C nöqtəsi ilə B nöqtəsini birləşdirək. Deməli, ABCD düzbucağın sahəsini 2 cür tapacaq. Bir ABCD düzbucaqlısının sahəsinin, ABCD'nin sahəsi. Yazaq tərəflərin hasili. 4 vurulsun 3 + x. Yəni 12 + 4x. Bu 1. İkinci nətər tapaq. ABCD'nin sahəsi bərabərdir. S üçbucaq ADY üstəgəl S üçbucaq AYB üstəgəl S üçbucaq BCY. Bu da bərabərdir. ADY'nin sahəsi 4 vur 3 düzbucaqlı üçbucaqdır. Bölü 2 katetlər arasının yarısı. YCB'nin sonra AYB. AYB'nin sahəsi AY tərəfi 5 vurulsun hündürlük. Hündürlük BK'dır. 2x bölü 2. Üstə gəlmək BCY düzbucağının sahəsi, düzbucaqlı üçbucağın sahəsi. Bu da edir 4 vur x bölü 2. Yəni 6 üstə gəl 5x üstə gəl 2x. Bu da edir 6 üstə gəl 7x. Bir tərəfdən tapdıq 12 + 4x, bir tərəfdən 6 + 7x. Onda 6 + 7x bərabər olar 12 + 4x-a. Tənlik həll eləsək 3x bərabərdir 6-ya, x bərabərdir 2-yə. X-i tapdıq. Birində qoyaq yerinə. Məsələn, birincidə A, B, C, D-nin sahəsi 12 üstə gəl 4 vur 2. Bu deyilir 20. Cavab 20. Nömrə 13. ABCD kvadratın daxilində elə K nöqtəsi götürülmüşdür ki, MK, KA, KD hamısı 10'dur bunlar. 10. BM bərabərdir MC. BM bərabərdir MC. Kvadratın sayısını tapın. Kvadratın sayısı. Bu MK'nı öz istiqamətində uzadaq. Uzatdıq. Kvadratın sayısını soruşur. Kvadratın burada alınan nöqtəyə O nöqtəsi deyək. Deməli bu M nöqtəsi BC-nin ortasıdır. M nöqtəsi BC-nin ortasıdır. Sonra verilənlərdən belə çıxır ki, bu MO perpendikulyardır AD-yə. Onda bu əgər biz AO-ya x düşsük, OD də x olur. Bu KO tərəfi 2 olacaq. Kvadratın tərəfi oldu 2x. Onda KO tərəfi 2x çıxan olur. Deməli biz nə vardıq? AO OD-yə x-dir. Kvadratın tərəfi oldu AB. Oldu 2x. Onda KO bərabər olur 2x çıxın. 2x çıxın. Üçbucaq AKO-dan Pifagor teoreminə görə deməli x-in kvadratı üstə gəl 2x minus 10'un kvadratı bərabər olur 10'un kvadratına. Bu tənliyi həll eləyək. X kvadrat üstə gəl 4x kvadrat çıxmaq 40x üstə gəl 100 bərabərdir 100. 100'lər getdi. 5x kvadrat çıxmaq 40x bərabərdir 0. X parçanın uzunluğu olduğuna görə 0'dan fərqlidir. Ona görə hər tərəfi 5x-ə bölsək kök itməyəcək. X minus 8 0, x elədi 8. Onda kvadratın tərəfi 2x olduğuna görə 2'ni 8'ə vurduq 16. Kvadratın da sayısı tərəfinin kvadratı olduğuna görə 256. Cavab 256.
Nömrə 14. Eyni məsələ. İmkanı uzadaq. X 15 2x 15. Burada oldu 2x minus 15. Üçbucaq AKO'dan Pifagor teoreminə görə deməli AO kvadrat üstəgəl KO kvadrat bərabərdir AK kvadrat. Qiymətlərin yerinə yazaq. X kvadrat üstəgəl 2x minus 15'in kvadratı bərabərdir 15'in kvadratı. Deməli x kvadrat üstəgəl 4x kvadrat çıxmaq 60x üstəgəlmə 225 bərabərdir 225. 5x kvadrat çıxmaq 60x bərabərdir 0. X sıfırdan fərqlidir parçanın uzunluğu olduğundan 5x'ə bölsük kök gitməz. Deməli tərəf oldu 12. Onda kvadratın da sayısı 12'nin kvadratı olar. Yox, kvadrat x 12'dirsə onda tərəf 24'dür. Burada da olar 24'ün kvadratı. 24'ün də kvadratı 576. Cavab 576. Nömrə 15. Perimetr ABCD 40'dır. KCD bucağı bərabərdir KBC bucağına. KC 12'dir. BK 9'dur. Deyir ABCD düzbucağının sayısını tapın. Deməli bu bucaq alfa 90 müsabət toplam. Onda K bucağı 90 olacaq. Deməli biz bucaq KCD bərabərdir bucaq KBC. Alfa ilə işarə etsək. Onda bucaq BCK C bucağı 90 olduğuna göre düz bucağın bucağı 90 çıx alfa olar. Onda bucaq KBC üstəgəl bucaq BCK alfa üstəgəl 90 minus alfa 90 olur. O 90'dırsa onda üçbucaq BKC'dən 180 çıx 90 olar. Deməli K bucağı 90'dır. 90'dırsa onda Pifagor teoreminə görə üçbucaq BKC'dən BC'ni tapa bilərik. BC bərabərdir BK kvadrat üstəgəl CK kvadrat. BK 9'dur, KC 12'dir. 81, 144, 225, 15 çıxdı. BC oldu 15. Orada yox, burada. BC oldu. ABCD düzbucağlısının sayısını soruşur. Tapdı var 15. Sonra perimetr ABCD'yi 40 verir. Perimetr 40'dırsa onda 2 vurulsun 15 plus AB 40'dır. Buradan AB'yi tapanda olur 5. AB tarafı da 5 oldu. Onda ABCD düzbucağı sayısını tapanda 5'i vurur 15'e. 50 75. Cevap 75.
Nömrə 16. Deməli BM 8, MN 12, BM AC-yə perpendikulyar, DN AC-yə perpendikulyar, ABCD düzbucaqlısının sayısını tapın. Bunu həll eləməyin bir neçə yaxşı üsulu var. Biri də belədir. B ilə D-ni birləşdirək. Diagonallar çəkmə nöqtəsində yarıya bölünür. Çəkmə nöqtəsinə bura O deyək. Şəkildə alınan üçbucaqlar, deməli BO OD-yə bərabər olduğuna görə üçbucaq burada BMO bərabərdir üçbucaq DNO. Düzbucaqlı üçbucaqlarda hipotenuz və katetinə görə 8-dir bu da. Eyni üçbucaqların hündürləri də, yəni bərabər üçbucaqların eyni təpədən çəkilmiş hündürləridir. Onda burada üçbucaqların bərabərindən MO bərabərdir NO. Bu da bərabərdir 12'nin yarısı 6 eləyir. 6 eləyirsə, onda biz üçbucaq BMO'dan BO-nu tapa bilərik Pifagor teoreminə görə. Onlar deməli BM-in kvadratı üstəgəl MO-nun kvadratı. BM 8'dir, bunu da 6 tapdıq. Elədir 10. BO 10'dursa, diagonallar çəkmə nöqtəsində yarıya bölündüyündən BD olur 2 vur 10, 20. 20. Düzbucağın diagonalları bərabər olduğuna görə AC də BD-yə bərabərdir, o da 20'dir. Onda S üçbucaq ACD bərabərdir AC vur DM bölü 2. Yəni 20 vur 8 bölü 2. 80 eləyir. Düzbucağın da diagonalı 12 bərabər üçbucağa böldüyündən ABCD düzbucağın sayısı 2 vur 80 160 eləyir. Cavab 160. On yeddi də həmin məsələdən ABCD düzbucağın sayısını soruşur. İndi bunu başqa cür həll edəcəm. 3, 8, 3, 8. Deməli, üçbucaq ABY bərabərdir üçbucaq DCF. Səbəb? Çünki düzbucağın qarşı tərəfləri bərabərdir. Sonra bu ABC üçbucağı ADC üçbucağına bərabərdir. Uyğun təpədən çəkilən hündürlər də bərabərdir. Bu da 3'dür. Deməli, hipotenuz və katetinə görə üçbucaqlar bərabər olduğundan üçbucaqlar bərabər olur. O üçbucaqların bərabərindən çıxır ki, AY bərabərdir CF-ə. Və bunlar da X götürsük. Onda CY bərabər olacaq 8 plus X. Üçbucaq ABC-də düzbucaq təpəsindən endirilmiş hündürlüyün xassəsinə görə BY kvadrat bərabərdir AY vur YC. BY 3'dir, AY X-dir, YC də X plus 8 oldu. Bu kvadrat tənliyi həll eləsək, X kvadrat plus 8X minus 9 bərabər 0. Kökün biri 1 eləyir, o biri kökün mənfi 9 eləyir. Mənfi də ola bilməz parçanın uzunluğu. X 1 oldu. X 1 oldusa, onda AC oldu 1, üstəgəl 8, üstəgəl 1. Yəni AY, YF, FC'nin cəmidir. Bu da elədir 10. Bu səbəbdən üçbucaq ABC'nin sahəsi olur AC tərəfi vur BC hündürlüyü bölü 2. AC 10'dir, hündürlüyü də 3'dir. Bölü 2 elədir 15.
ABC üçbucağın sayısı 15 ise, onda düzbucağın sayısı ondan 2 dəfə çoxdur. Diagonal düzbucağın 2 bərabər üçbucağa bölür. Bərabər üçbucaqların sayısı bərabərdir. Cavab 30. 18. Nömrə 18. Üçbucaq DFY-dən Pifaqor teoreminə görə, deməli burada nələri verib bizə? YD-ni verib. Bu kök altda 17-dir. Sonra YF-i verib. YF də 9 verib. Onda DF-i tapaq burada. DF bərabərdir. Deməli, YD-nin kvadratı çıxmaq YF-in kvadratı. Kök altda 117'nin kvadratı 117, 9'un da kvadratı eşittir 1. Çıxanda eləyir 36, 6 çıxdı kök. Oldu 6. Yuxarıda 2 dəyə məsələ yazmışım. 2 dəyə başqa yollarla. İndi onların birini seçməliyik, buyurun həll etmək. Birinci üsulu seçirəm. B ilə D-ni birləşdirdik. Kəşmə nöqtəsinə deyə O nöqtəsi. O nöqtəsində YF yarıya bölünür. Yəni YO bərabərdir FO-ya. Bu da bərabərdir 4/5. 9'un yarısı. Üçbucaq ODF-dən Pifaqor teoreminə görə OD-ni tapaq. OD bərabərdir FD-nin kvadratı üstəgəl FO-nun kvadratı. FD 6'dır. Kvadratı 36. FO hələ YO 4/5'dir. Kvadratı 20/25. Toplayanda eləyir 56/25. Kök çıxır 7/5. Bu oldu DO. BD isə 2 dəfə böyüdür. Diagonallar kəşmə nöqtəsində yarıya bölünür. 15 oldu. BD və yaxud AC. Düzbucağın diagonalları bərabərdir. Onda S üçbucaq ACD-ni tapırıq əvvəl. AC-ni vururuq DF-ə bölürük 2-yə. AC 15, DF 6 bölü 2'ye 45. Düzbucağın da sayısı ondan 2 dəfə böyüdür üçbucağın sayısından. 45'i vururuq 2'ye eləyir 90. Cavab 90. On 19 da həmin məsələdəndir. YD-ni verib, YF-i verib. Əvvəlcə DF-i Pifaqor teoreminə görə tapaq. Kök altda 208'in kvadratı çıxmaq 12'nin kvadratı 144. 64, 8 çıxdı. Bura oldu 8. Çəkək diagonalı. Kəşmə nöqtəsinə deyə O. Deməli, YO bərabərdir FO-ya. O da bərabərdir 12'nin yarısı 6. 12'nin yarısı 6. Onda üçbucaq FOD-dən OD-ni Pifaqor teoreminə görə tapaq. 8'in kvadratı üstəgəl 6'nın kvadratı elədi 10. OD 10'dursa VD və yaxud AC 2 dəfə böyüdür. 2 vur 10, 20. Üçbucaq ACD-nin sayısını tapaq. AC vur DF bölü 2. AC tapdıq 20. DF 8 bölü 2. 80. Düzbucağın da sayısı 2 dəfə çoxdur. Üçbucağın sayısında. ABCD'nin sayısı bərabərdir. 2 vurursun ACD'nin sayısı.
2'ndə 8'ə vuranda 160. Cavab 160. 20. BAC 90 AK BC'ye perpendiküler, BK BY'ye beraber. BK kongruentdir BY. BCD düzbuzağının sayısı BCD'yi düzbuzağının sayısı 196. AB parçasının uzunluğunu tap. Üstbuzaq ABC'də düzbuzaq təpəsindən endirilmiş hündürlüyün xassəsinə görə AB kvadrat bərabərdir. AB kvadrat bərabərdir. Hər bir tərəfin kvadratı bərabərdir. Hipotenuz vurulsun, hipotenusa bitişən parça BK. BK da verib BY bərabər. Onda yazaq AC vur BY. AC vur BY də düzbuzağının sayısıdır. BCD'dir. O da verib 196. Onda buradan AB bərabərdir 14. Cavab 14. 21. Diagonallar arasındaki buzaq 30 dərəcə olan düzbuzağının perimetri 24 olarsa, bu düzbuzağın sayısını tapın. Düzbuzağın tərəfləri AB olsa, 2 vur A plus B olur 24. Buradan A plus B olur 12. Deməli, iki tərəfin cəmi oldu 12. Diagonallar arasındakı buzağı verib 30 dərəcə olan düzbuzağın perimetri 24. Bu düzbuzağın sayısını tapın. Deməli, bu bərabərlik kvadrata qaldırsa, alırıq ki, A kvadrat plus B kvadrat plus 2AB bərabərdir 144. A kvadrat plus B kvadrat diagonalın kvadratıdır. AB də düzbuzağın sahəsidir. Bir tərəfdə. Deməli, düzbuzağın sahə düsturları biri belədir, AB. Bir sahə düsturu da nətərdir? 2'də 1 D kvadrat sinüs alfa. Şərtdə də verib ki, diagonallar arasındakı buzaq 30 dərəcədir. Sinüs 30'da 2'də 1 eləyir. Onda bu deyilir 4'də 1 D kvadrat. D kvadratı da buradan tapsa olur 4S. Deməli, onda oldu D kvadrat, üstə gəl 2 vurulsun. S'in yerinə yazaq, D kvadratın yerinə yazaq da. D kvadratı yerinə yazaq 4S, üstə gəl 2S. Bərabərdir 144. 6S bərabərdir 144. S isə bərabərdir 24. Sahə oldu 24. Deməli, S bərabərdir AB sahədir. S bərabərdir 2'də 1 D kvadrat sinüs alfa da sahədir. Alfa 30 dərəcə verib. Yerinə 30, sinüs 30 2'də 1 yazırıq. S bərabər oldu 4'də 1 D kvadrat. Buradan D kvadrat tapanda olur 4S. Gətirib bu düsturda qoyduq yerinə. Cavab 24. 22. ABCD düzbucaqlısında YF verib AD'yə perpendikülər, AB'ni verib C, AF'i verib A, FD'ni verib B, uyğunluğu müəyyən edin. Birinci. A4, B6, C4. ABY, F'in sayısı ABY, ABY, F. S üstbucaq SABYF dördbucaqlı sayısı nətər taparıq? ABY, A'nı C'yə vurarıq. A'nı C'yə vurarıq. A'nı verib 4, C'ni verib 4. 4 də 4, 16. A bəndi düz gəldi 1'ə.
Sonra F, Y, C, D'nin sayısını tapaq. F, Y, C, D. F, Y, C, D. B vur C'dir bu. B 6 verib, C 4 verib. 6'nı 4'e vuranda 24. Bu da düz geldi. B bəndi də düz geldi. Sonra S, A, B, C, D. 16 ile 24'ü toplayan sayıların toplanma xassəsinə göre oldu 40. Bu düz gelmedi. Sonra A, B, Y, F, o da bir tapmışım. Gitti. Bire uygun geldi A, B. Geçti ikinciye. İkinci. Deməli, C'də A, B, Y, F'in sayısını tapaq. A, B, Y, F. Deməli, A-nı vuracaq C-yə. A-sı 6, C-si 6. Vuranda 36. Yoxdur. Sonra S, F, Y, C, D'ni. F, Y, C, D. B-ni vuracaq C-yə. 8'i vuracaq 6'ya 48. O da yoxdur. Sonra S hamısı A, B, C, D. Tapdıqlarımızı toplayaq. 36, 48. Eləyir 84. Bu var. D bəndi. Keçdi üçüncüyə. Deməli S, A, B, Y, F. Deməli A-nı C-yə vururuq. A2, C2. 2'ni 2'ye vuranda 4. Y geldi əmələ. Sonra S, F, Y, C, D. B vur C. B 10, C2. 10 vur 2. 20 yoxdur bu. S, A, B, C, D. Tapılan iki sayını toplayaq. 4, 20, 24. C də düz geldi. Keçdi 23'ə. Tərəfi 0.5 cm olan kvadrat formalı renkli karton kağızlardan istifadə edilərək mozaik hazırlanmıştır. Ölçüləri 25 cm və 30 cm düzbucaqlı mozaika hazırlamaq üçün neçə ədəd karton kağız lazımdır? Əvvəlcə düzbucaqlı mozaikanın ümumi sayısını tapaq. S figur deyək o. 25'i vuraq 30'a 750 santimetrin kvadratı. Sonra bir də tərəfi 6 olan kvadrat formalı renkli karton kağızının sayısını tapaq. Birinin sayısı. 0.5'in kvadratı ilə 0.125 santimetrin kvadratı. İndi bölək. Figurun sayısını bir də karton vərəqin sayısına bölək. 750 böl 0.125. Surət məxrəci 100'ə vuraq. Eləyir 3000. 3000 də deməli lazımdır. 24. Tərəfi 0.4 olan kvadrat formalı renkli karton kağızlarından bu karton kağızlarının birinin sayısını tapaq. 0.4'ün kvadratı ilə 0.116 santimetrin kvadratı. Sonra figurun sayısını tapaq. Ölçüləri 20 vur 25. Bu deyilir 500 santimetrin kvadratı. Neçəsi lazımdır? Bölək figurun sayısını karton vərəqin sayısına. 500 bölək 0.116. 100'ə vuraq. 50.000 böl 16. 50'ni 16'ya bölündə 3 də 16, 48. 20'ni 16'ya bölündə 1, 40'ı 16'ya bölündə 5'ə bölündə 5.
3125'dir. Yirmi beş. Düzbuzağının bir tərəfinin uzunluğu 7, sahəsi 49-dur. Onda o biri tərəfini tapmaq üçün 49-u bölək 7-yə. 49-u 7-yə böləndə elədi 7. Düzbuzağının bir tərəfinin uzunluğu 7, sahəsi isə 49. 49 kvadrat santimetrdən kiçikdir deyir. Yox. Başqa şey deyilmiş. Bir tərəfi 7, sahəsi kiçikdir. Düzbuzağın digər tərəfinin uzunluğu santimetrlərlə tam ədəddirsə, onun mümkün qiymətlərini tapın. Deməli, bir tərəfi verib 7-dir. Sahəsini tapanda 7-ni vururuq digər tərəfə. Bu sahə də verib 49-dan kiçikdir. Deyir, düzbuzağın digər tərəfinin uzunluğu santimetrlə tam ədəd olsa, onun mümkün qiymətlərini yazın. B neçə ola bilər? 1, 2, 3, 4, 5, 6 kiçikdir. Bunlar ola bilər. 6. Düzbuzağının bir tərəfinin uzunluğu 7, sahəsi isə 49 kvadrat santimetrdən kiçikdir. Düzbuzağının digər tərəfinin uzunluğu santimetrlə tam ədəd olarsa, onun mümkün qiymətlərini yazın. 1, 6 da 7, 42. 49 kvadrat santimetrdən kiçikdir. Düzbuzağının bir tərəfinin uzunluğu 6, sahəsi 36 metrdən kiçikdir. Deməli, 6 vur B kiçikdir 36. Deməli, onda B kiçikdir. B kiçikdir 6-dan. 6-dan kiçik ədədlər 1-dir, 2-dir, 3-dir, 4-dir, 5-dir. Nömrə 27. Rombun iti bucağı 60 dərəcə, kiçik diaqonalı 3-dür. İti bucağı kiçik diaqonalı 3-dür. Rombun xarici oblasında olmaqla tərəfləri üzərində tərəfin uzunluğu rombun tərəfinə konqruent olan kvadrat qurulmuşdur. Bu kvadratların sahələri cəmin tapın. Rombdur. Çəkək. Rombun iti bucağı 60, kiçik diaqonalı 3-dür. Rombun xarici oblasında olmaqla tərəfləri üzərində tərəfin uzunluğu rombun tərəfinə konqruent olan kvadratlar qurulub. Kvadratlar qurulmuşuq. Bir. 2. Tərəflər üzərində tərəfin uzunluğu rombun tərəfinə konqruent olan kvadratlar qurulub. Bu kvadratların sahələri cəmini tapın. Rombun tərəfini A götürək. A götürək. İti bucağı da verib 60 dərəcə. Kiçik diaqonalı kök altda 3 verib. 3 verib. Bu üçbucaq məsəl üçün A, B, deyək D. Təpə bucağı 60-dir bunun, bu üçbucağı. Bu bərabər tərəfli olacaq onda qırmızı üçbucaq. Təpə bucağı 60 olduğuna görə A da olacaq 3. A 3-dürsə, onda bir də kvadratın sahəsi olacaq
3'ün kvadratı 9. 4 də kvadrat var xarici oblastda. 4'ü vurarıq 9'a, eləyər 36. Nömrə 28. Kvadrat formalı lövhədən eni 20 olan düzbucaqlı hissə kəsildi. Lövhənin qalan hissəsinin sayısı 1500 olan düzbucaqlıdır. Kardon lövhənin sayısını tapın. Eni 20 olan düzbucaqlı kəsilib. Kvadrat formalı. Kvadrat formalı lövhədə eni 20 olan düzbucaqlı hissə kəsilib. Belə bir hissə kəsmişik burada. Eni 20. Bura x. Kvadratın tərəfi x. Burada x çıxır 20. Qalan hissənin sayısı 1500. Deməli, x vurulsun, x çıxır 20, 1500 qalan hissə. X kvadrat minus 20x minus 1500 sıfırdır. Diskriminant 100, üstə gəl 1500. Elədi 1600. X bərabərdir 10, üstə gəlmək 40, bu da elədi 50. O biri kök mənfidir, onu yazmıram. Kvadratlı lövhənin sayısını tapın. Kvadrat lövhənin də sayısı 50'nin kvadratı 2500. Cavab 2500. 29. Kvadrat formalı lövhədən eni 30 olan düzbucaqlı kəsildi. Deməli, onda x minus 20 vurulsun x bərabərdir. Qalan hissənin sayısı 2800. Eyni məsələdir. X kvadrat çıx 20x minus 2800 0. Diskriminant 100. Eni 30 bu. 30. 30'un yarısı 15. 15'in kvadratı 225. 30 olan düzbucaqlı hissə kəsilir. Lövhənin qalan hissəsinin sayısı 2800. X minus 30 vur x. 225 üstə gəl 2800. Yaxşı, toplayanda bu 3025. Deməli, x bərabərdir 15 üstə gəl 55. Bu elədi 70. O biri kök mənfi olduğuna görə onu götürməyəcək. Kvadratın tərəfi 70'dir. 70'in kvadratı 4900. Cavab 4900. Nömrə 30. Şəkildə düzbucaqlının tərəfləri, üçbucağın tərəfləri üzərində şəkildəki kimi kvadratlar qurulub. Birinci və ikinci kvadratın sahələri fərqi 25'dir. Birinci və ikinci kvadratın. Deməli, tərəflərə deyək A, B, bir də C. Birinci kvadratın sayısı C kvadratdır. Və ikinci kvadrat. İkinci kvadratın sayısı B kvadratdır. Bunların fərqi 25 olarsa, üçüncü kvadratın perimetrini tapın. C kvadratdan B kvadrat çıxanda Pifagor teoreminə görə A kvadrat edir. A kvadrat 25'dir. A oldu 5. Onda üçüncü kvadratın perimetri oldu 4 vur 5, 20. Cavab 20. Nömrə 31. Şəkildə düzbucaqlı üssanın tərəfləri üzərində şəkildəki kimi kvadratlar qurulub. Birinci və ikinci. Deməli, tərəflər A
B, C. Birincinin sayısı C kvadrat. İkinci kvadrat. İkincinin sayısı B kvadrat. Bu verib ki 49'dur. C kvadrat çıx B kvadrat A kvadrat eləyir Pifagor teoreminə görə. A elədi 7. Kvadratın perimetrini tapın. 7'ni vururuq 4'ə. Eləyir 28. 32. ABC üçbucağın AB və AC tərəfləri üzərində şəkildəki kimi sahələri uyğun olaraq 36 və 100 olan kvadratlar qurulub. BC tərəfinin tam ədəd olduğunu bilərək onun üzərində qurulmuş kvadratın sayısının ən böyük qiyməti tapın. ABC sonra AB və AC tərəfləri üzərində şəkildəki kimi sahələri 36 və 100 olan kvadratlar qurulub. Tərəfi AB olan kvadratın sayısı AB kvadrat edir. Bu deməli 36'dır. Buradan AB oldu 6. Tərəfi AC olan kvadratın sayısı AC kvadrat 100'dir. Buradan da AC oldu 10. Deməli 6, 10. BC tərəfi tam ədəd olduğunu bilən, onun üzərində qurulmuş kvadratın sayısının ən böyük qiymətini tapın. Üçbucaq bərabərsizliyinə görə üçbucağın bir tərəfi qalan iki tərəfin cəmindən kiçik olmalıdır, fərqindən böyük olmalıdır. BC 16 ilə 4 arasında. 16 ilə 4 arasında ən böyük tam ədəd 15'dir. Onda S bərabərdir 15'in kvadratı. Bu deyilir 225. Cavab 225. 33. ABC üçbucağın AB və AC tərəfləri üzərində şəkildəki kimi sahələri 25 və 64 olan kvadratlar qurulur. Və yuxarıdakı məsələdən də AB'nin kvadratı 25 isə AB bərabərdir 5. AC'nin kvadratı 64 isə AC bərabər olur 8'ə. AB 5, AC 8. Üçbucaq bərabərsizliyinə görə BC 8 plus 5'dən kiçik, 8 minus 5'dən böyük. 3, 13. Deyir, onun üzərində qurulmuş kvadrat sayısının ən böyük qiymətini tapın. Tam ədəd olarsa. Deməli, onda AC 13'dən kiçik ən böyük tam ədəd 12'dir. Onda sahəsi də 12'nin kvadratı 144'dür.